Bəsi qazisi Samir Məmmədov. Bu isə Tovuz rayon polis şöbəsinin rəisi Habil Əmraslanov. İndi bu rəis qaziyə deyir, sən döyüşdə ölməliydin, ölmədin. Erməninin yarımçıq işini biz tamamlayacağıq. Nədir rəis? Deyirsən, yəni bir bomba da Samir mi götürsün? Bəs deyil, utanmırsan, vicdanın oyanmır. Biz çıxılmaz bir vəziyyətdəyəm. 5 ildir dayanmadan mənə qarşı müharibədən qayıdandan sonra işgəncələr davam eləyir. Müharibədən qabaq mənim heç bir problemim olmuyor. Yəni bizim ölkəmizdə bugün ziyalı məsələsi var, ziyalı problemi var bizim ölkəmizdə. Bugün dəyərsiz, yəni dəyər saydığımız dəyərsiz insanlar var, hansı ki bizim yanımızda döydülər. Ona görə biz əziyyət çəkirik. Allahın köməkliyi ilə mən çox istəklə, çox böyük arzu ilə o günü gözləyirəm ki, biz 90-cı illərdə olduğu kimi yenə yığışaq, öz problemlərimizi həll edək dostlar. Bizim başqa variantımız yoxdur. Əgər bu minvalla geçsə, yəni bu İlham Əliyevin hakimiyyəti çox çəkəcək. Çalışın. Çalışın dostlar. Bax, bugün bu vətən üçün, el üçün, xalq üçün, torpaq üçün canını qurban vermiş bax, bu bizim bu qazilərimiz üçün heç olmasa. Onlara qarşı biganə olmayın. Dünənə kimi o Seyran Səxavət yadınızdadır mı? Bir dəfə söhbət edirdi. Mən bir dəfə tapar göstərərəm onu sizə. Deyir, Sovetlərdən mənim bir erməni dostum var idi. Dostluq edirdik deyir o vaxt. Bu Qarabağ deyək ki, işğalından sonra bu Leninqradda yaşayırdı deyir. Hərdən bir deyir mənə şey göndərirdi. Atkritka falan göndərirdi və yazırdı Bessulov. Ki, yəni biz sizi Qarabağda sizin qeyrətinizi falanınızı və deyir, mən deyir, zəfərdən sonra 44 günlük məsələdən sonra mən ona yazdım Bessulov. Bax, Seyran Səxavət, səni həmən o, biz hamımız bugün Seyran Səxavəti deyək ki, Azərbaycanın, bu xalqın, bu millətin dəyər adlandırmaq istəyirik. Amma bu, bax, həmən o Seyran Səxavətin yazmasına imkan yaradan, ona deyək ki, o deyirik, mənim deyir, deyəsən bir şey demişdi ki, Qarabağla getməyi ilə bağlı kişilikdən istifa verirəm demişdi. Seyran Səxavət, səni kişilikdən istifa verməkdən azad edən bu gənc bugün dardadır. Və yaxud da bundan onlarla, minlərlə adamlar, yəni şəhid ailələri, deyək ki, müharibə veteranları, qazilər, hansı ki, sənə imkan verdi, sənə şərait yaratdı ki, sən kişilikdən istifanı dayandırasan. Çıx da, çıx bir yerə, de. Dünənə cənab prezident, ay şərəfsiz, səni şərəfləndirən, səni hara gedəndə zəfərdən danışdıran və çıxıb deyəndə ki, bəs ermənilər, mən burada dayanmışam. Harada o Xankəndinin gələcəyində idi, yoxsa harada hansısa rayon alınanda şeyi çağırırdı ki, Paşinyanı gəl bura kişisənsən. Həmən bu oğlanların hesabına, bu uşaqların hesabına sən elə yekə düdüş danışırsan. O adamlara da göstərilən münasibət ortadadır. Kim istəyir, yazsın və desin ki, mən düz demirəm.